Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Ötən gün İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində polis zabiti Əbdülsəlam Kurd güllələnib. Bu haqda yerli media məlumat yayıb. Məlumata görə naməlum silahlılar polis zabitini iş başında olduğu zaman döyüş silahından atəş açaraq öldürüblər. Hücumçuların hadisə yerindən qaçdığı və onların saxlanılması üçün tədbirlər görüldüyü bildirilib. İranın Kirman əyalətində daha bir neçə nəfərin əmlak və aktivləri müsadirə olunub. Bu barədə əyalət prokurorluğu məlumat yayıb. Onların ölkənin milli təhlükəsizliyinə qarşı əməkdaşlıqda günahlandırıldıqları bildirilib. Bu şəxslərin nağd pulları onlara məxsus 5 nəqliyyat vasitəsi, 2 motosiklet və təxminən 11.500 kvadrat metrlik yaşayış, kommersiya və bağ sahələri müsadirə edilib deyə məlumatda qeyd olunub. Əmlak və aktivlərin müsadirə olunanların sayı və kimliyi barədə açıqlama verilməyib. İranın İsfahan, Brücerd, Zahidan, Şiraz, Qorqan, Qəzvin və Şirvan şəhərlərinin həbsxanalarında daha 11 məhbus edam edilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Edam edilənlər arasında 28 yaşlı Asiyə Fərəhməd və 32 yaşlı Zeynəb Zərrini adlı 2 qadın məhkumunda adı var. Zahidanın Sünni İmam Cüməsi Mövləvi Əbdülhəmid iyunun 19-da keçirilən cümə namazında İranda edamların artmasını tənqid edərək İslam Respublikası rəsmilərini edam hökmlərinin icrasını, eləcə də etirazçıların əmlaklarının müsadirə olunmasını dayandırmağa çağırıb. O bildirib ki, məhbusların dediyinə görə çox sayda insan edam hökmünün icrasını gözləyir. Əlavə edib ki, İran xalqının əksəriyyəti son edamların siyasi xarakter daşıdığı qənaətindədir. Hətta onlar narkotik cinayətləri kimi ittihamlarla həyata keçirilsə belə. Mövləvi Əbdülhəmid daha sonra korrupsiyalaşmış, bacarıqsız və radikal rəhbərlərin kənarlaşdırılmasını, onların yerinə isə bacarıqlı və vicdanlı şəxslərin təyin olunmasını istəyib. O həmçinin vurğulayıb ki, etnik qruplar və məzhəblər arasında ədalətin təmin edilməsi, qadınların hüquqlarına riayət olunması, vətəndaş azadlıqlarının təmin edilməsi və daxili və xarici siyasətin xalqın maraqları istiqamətində islah olunması abad və yaxşı İran qurmaq üçün zəruridir. Davam edirik. ABŞ prezidenti Donald Trump İranlı general Qasım Süleymaninin zərərsizləşdirilməsini yaxın şərq tarixinin ən mühüm hadisələrindən biri adlandırıb. Trumpın sözlərinə görə Süleymani son 100 ildə ən çox qorxu yaradan şəxslərdən biri olub və hətta İranın ali dini rəhbərliyinin nümayəndələri tərəfindən də ehtiyatla qarşılanıb. ABŞ prezidenti bildirib ki, Süleymani Birləşmiş Ştatların 5 hərbi bazasına qarşı hücum hazırlayırmış. Trumpın iddiasına görə onun öldürülməsi planlaşdırılan hücumdan təxminən bir həftə əvvəl həyata keçirilib. Trump qeyd edib ki, bu əməliyyat regionda təhlükəsizliyin təmin olunmasına və mümkün itkilərin qarşısının alınmasına xidmət edib. Qeyd edək ki, Qasım Süleymani 2020-ci ilin yanvarında İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-nin həyata keçirdiyi hava əməliyyatı nəticəsində öldürülüb. ABŞ prezidenti Donald Trump ölkənin hava qüvvələri ilə görüş zamanı Vaşinqton və Təl-Əviv arasındakı münasibətləri yüksək qiymətləndirib və İsrailin baş naziri Benyamin Netanyahunu döyüşçü adlandırıb. Yunan TV'nin məlumatına görə Trump çıxışında bildirib, İsraillə münasibətlərimiz çox güclüdür və Benyamin Netanyahu bir döyüşçüdür və belə də tanınmalıdır. Ona haqqını verməlidirlər, çünki o həqiqətən bunu etdi. Biz İsraillə birlikdə həqiqətən çox yaxşı döyüşdük. Trumpın bu açıqlaması onun daha əvvəl İsrailin Livanın cənubuna hücumları ilə bağlı Netanyahunu tənqid etməsindən sonra səslənib. İsrail Livanın güneyində Hizbullah terror təşkilatına zərbələr endirməyə davam edir. İsrail təyyarələri və pilotsuz uçuş aparatları Nəbatiyyə rayonuna bir sıra zərbələr endirib. Məlumata görə İsrail gecə saatlarında da Nəbatiyyə şəhərini və onun ətrafını atəşə tutub. İsrail ordusu zərbələr barədə məlumatlara hələ ki münasibət bildirməyib.
Sərt xətt tərəfdarı Kayhan qəzeti Tehranla Vaşinqton arasında imzalanmış memorandumu tənqid edərək bildirib ki, razılaşma İranın iki əsas təzyiq vasitəsini, Hörmüz boğazını və nüvə dosyasını zəiflədə bilər. Baş redaktoru ali rəhbərin nümayəndəsi tərəfindən təyin olunan qəzet yazıb ki, Müştəbə Xamneyinin son mesajı hökumət rəsmilərinin ABŞ-nin öz öhdəliklərini yerinə yetirəcəyinə müəyyən dərəcədə inandığını göstərir. Kayhan həmçinin Hörmüz boğazının niyə danışıqlara daxil edildiyini sual edib. Qəzetin fikrincə boğaz İran və Oman arasında ortaq hüquqlarla bağlı məsələdir və ABŞ-nin bu məsələdə hər hansı mövqeyi və ya hüququ yoxdur. Qəzet əlavə edib ki, Vaşinqtonla nüvə danışıqları və onların memoranduma daxil edilməsi məntiqi və müdafiə oluna bilən yanaşma deyil. Uzun illərdir ki, mühafizəkar xətti ilə tanınan İttilaat qəzeti Tehran və Vaşinqton arasında imzalanmış memorandumun daha geniş müharibənin qarşısını almağa kömək etdiyini, lakin uzun müddətli sabitliyə təminat vermədiyini bildirib. Qəzet yazıb ki, memorandumun rəsmi imzalanmasından sonra əsas sual onun davamlı olub-olmayacağı və Donald Trumpın rəhbərlik etdiyi Birləşmiş Ştatlara yekun razılaşmaya doğru irəliləmək məsələsində etibar edilə bilib-bilinməyəcəyidir. Məqalədə qeyd olunub ki, memorandumun əsas məsələləri gələcəyə saxlayıb və hər iki tərəf mürəkkəb danışıqlara başlamazdan əvvəl ilk növbədə böhranın dərinləşməsinin qarşısını almağı seçib. Məqaləyə görə memorandum böhranın sonundan daha çox idarə olunan rəqabətin yeni mərhələsinin başlanğıcıdır. Bildirilib ki, sənədin uzun müddətli davamlılığına heç bir təminat yoxdur və o, daha çox geniş miqyaslı müharibənin qarşısını almaq və enerji bazarlarını nəzarətdə saxlamaq üçün bir vasitə rolunu oynayır. Birləşmiş Ştatların İran üzrə keçmiş xüsusi nümayəndəsi Rob Malley bildirib ki, ABŞ-İran memorandumu qeyri-müəyyənliklə doludur və ən təhlükəli fikir ayrılığı Livan ətrafında formalaşıb. Onun sözlərinə görə, İsrail və Tehran razılaşmanı tamamilə fərqli şəkildə şərh edirlər. Meyli deyib ki, İsrail hərbi fəaliyyət azadlığını qorumaq və Livanın cənubundan geri çəkilməmək niyyətindədir. Halbuki İran razılaşmanın hərtərəfli atəşkəs, Livanın suverenliyinə hörmət və İsrail qüvvələrinin ərazidən çıxmasını nəzərdə tutduğunu hesab edir. ABŞ təkrar razılaşmanı xilas etməyə çalışmaqdan başqa nə istədiyini bilmir deyən Meyli, Livanı hazırda razılaşmanın ən həssas hissəsi adlandırıb. Meyli əlavə edib ki, Ərəb körfəz ölkələri memorandumun özündən daha çox müharibənin başa çatması rahatlıq duyurlar. Onlar bu razılaşmanın 60 gün ərzində nəzərdə tutulan daha geniş sazişə gətirib çıxaracağına çox şübhə ilə yanaşırlar deyib. Meyli hesab edir ki, Vaşinqton və Tehran üçün 60 gün ərzində bütün nüvə və sanksiya məsələlərini həll etmək demək olar ki, mümkünsüzdür. O xəbərdarlıq edib ki, danışıqların uğursuzluğa düçar olması yeni müharibəyə və Hörmüz boğazının yenidən bağlanmasına səbəb ola bilər. ABŞ prezidenti Türkiyəni gələcək xarici səfərləri siyahısına daxil edib. Gün ATV-nin məlumatına görə Donald Trump 2026-cı ildə həyata keçirəcəyi xarici səfərlər arasında Türkiyənin də yer aldığını açıqlayıb. Trump cümə günü Qətərin hədiyyə etdiyi və Air Force One donanmasına daxil edilən Boeing 747 təyyarəsinin təqdimatı zamanı Ağ Evin qarşısındakı diplomatik proqramlarından danışarkən bildirib ki, Çinlə yanaşı Türkiyəyə də səfər edəcək. O, həmçinin Çin prezidenti Xi Jinpingin sentyabr ayında Vaşinqtona səfər edəcəyini, özünün isə mühüm bir toplantıda iştirak etmək üçün Çinə gedəcəyini açıqlayıb. Trump Türkiyəyə səfərinin vaxtı və məqsədi barədə əlavə məlumat verməyib. Bununla belə o, bu səfəri ABŞ administrasiyasının gələn il üçün nəzərdə tutduğu intensiv diplomatik proqramın bir hissəsi kimi təqdim edib. Birləşmiş Ştatlar prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff İran nümayəndə heyəti ilə keçiriləcək danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollanıb. Bu barədə Axios portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb. Amerikalı rəsmilərdən biri mənə bildirib ki, Ağ Evin xüsusi nümayəndəsi Steve Witkoff İranın nüvə proqramı ilə bağlı mümkün saziş üzrə danışıqların ilk raundunun keçirilməsinin gözlənildiyi İsveçrəyə gedir deyə Ravid X sosial şəbəkəsində yazıb. Jurnalistin sözlərinə görə ABŞ prezidenti Donald Trumpın kürəkənli və keçmiş müşaviri Jared Kushner artıq İsveçrədədir. Məlumata əsasən tərəflər arasında keçiriləcək görüşlərdə İranın nüvə proqramı ətrafında mümkün razılaşmanın parametrləri müzakirə olunacaq.
Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.